Səhnə hazır, rollar bölünüb, qalanı isə sehirdir. Səhnədə hər çıxış başqa dünyadır və bu dünyanın ahəngi, ruhu və yaşantıları isə bir millətin, xalqın ruhunu yaşadan bir sehirdir. Bugün kitab yaddaşımız İftixar Piriyevin İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi kitabının səhifələrində vərəqlənir. Bu kitabın təsviri sadəcə bir teatrın deyil, bütöv bir xalqın yaddaşının səhnədə yaşamasıdır. İrəvan Dövlət Azərbaycan Dram Teatrının çox qatlı və tale yüklü tarixi ümumilikdə Azərbaycan incəsənət və mədəniyyət tarixidir. 19-cu əsrin sonlarında İrəvanda fəaliyyətə başlayan bu teatr ilk gündən etibarən yalnız sənət ocağı kimi deyil, milli kimliyin qorunduğu bir məkan kimi formalaşdı. O səhnədə səslənən hər söz, oynanılan hər obraz əslində bir xalqın varlığını təsdiq edən mədəni manifest idi. Teatrın repertuarında Mirzə Fətəli Axundzadədən Cəfər Cabbarlıya qədər Azərbaycan dramaturgiyasının ən dəyərli nümunələri yer aldı. Bu əsərlər vasitəsilə tamaşaçıya yalnız estetik zövq deyil, həm də maarif, düşüncə və milli özünüdərk aşılanırdı. Lakin bu səhnənin taleyi sakit və sabit olmadı. Tarix boyu müxtəlif siyasi proseslər, xüsusilə 20-ci əsrin sonlarında baş verən hadisələr teatrın doğma məkanından uzaq düşməsinə səbəb oldu. 1988-ci ildən sonra kollektiv Bakıya köçərək fəaliyyətini davam etdirdi. Bu köç sadəcə coğrafi dəyişiklik deyildi. Bu, yaddaşın, ənənənin və mədəni irsin daşınması idi. Bugün həmin teatr Bakıda fəaliyyət göstərərək itirilmiş məkanlarının ruhunu yaşadır. Onun səhnəsində oynanılan hər tamaşa bir mesaj verir. Mədəniyyət, məkan dəyişə bilər, amma yaddaş yox. Kitab yaddaşının bugünkü səhifəsi bizə xatırladır ki, tarix yalnız yazılmır, o səhnədə canlandırılır, yaddaşlarda qorunur və nəsildən nəsilə ötürülür. Çünki bəzi səhnələr bağlansa da, onların hekayəsi heç zaman bitmir.